Salam hörmətli Avroviziya fanları, hər birinizi yenidən YouTube kanalımda salamlayıram. Bu dəfə də Avroviziya 2026 iştirakçılarına videolar çəkəcəyik, video analiz və reaksiya videosu olacaq. Bu dəfəki ölkə Belçikadır. Belçika artıq öz təmsilçisini seçdi, daha doğrusu açıqladı. Esila adlı bir ifaçı təmsil edir xanım və onun adı, daha doğrusu mahnısının adı Dancing on the Ice. Buz rəqsi, buzda rəqs etmək filan tipli bir məna verir. Başlamaq istəyərdik. Artıq yavaş-yavaş bir qədər əvvəl açıqlayıblar. Son açıqlayan ölkələrdən biridir. Və Belçika son illərdə uğursuz çıxış edir. Daha doğrusu yaxşı mahnılar göndərir, amma nəsə finala keçməyə necəsə alınmır. Mustini biz xatırlayırıq. Ötən il elə yaxşı bir mahnısı vardı. Red Sebastian və görünür bu il görək. Yəni o cür güclü mahnılar keçmədi. Görək bu necə mahnı olacaq. Mən maraqla gözləyirəm şəxsən. Eləsə vaxt itirmədən başlayaq. Oho, maraqlı. Fərqli mahnı. I got that summer on my skin. It burns, it lives, it burns within. Belə bir başlanğıc, qəribə bir başlanğıc etdilər. Klip şəklindədir, milli finalları yoxdur onu deyim. Və görünür, hələ ki, Esin demir mahnı, görək. Ritimləri amma yaxşıdır, həvadır. Aha. Mahnı çox tez keçdi. Yəni nəqarətə qədər ki, hissə heç şey olmadı. Yəni bizi tam olaraq məmnun etmədi. Çox tez keçdi. Amma yenə dəyişə bilər mahnı. Aha. Bir də ki, klipli deyə biz çox şey deyə bilmirik səhnə performansı ilə bağlı, amma çox güman ki, elə bir şey də gözlənmir axı. Dans olacaq, rəqs olacaq. Ərəb, yəni ki, belə də hələ ki. Xoşuma gəlməyən mahnıları o deyil ki, yəni tərifliyim filan, yəni xoşuma gəlməsə deyəcəm. Hal-hazırda da yəni məni o qədər də məmnun etmir Belçika. Bezib sanki Belçika ötən mövsümlərdə, ötən illerdəki uğursuz çıxışlarından sonra, uğurlu çıxışlarının finala keçməməsindən sonra sanki inciyib. Yəni Avroviziya, yəni bu adi mahnıdır. Avroviziya səhnəsi üçündürmü, yoxsa yəni Avroviziya tipli ümumiyyətlə deyil. Pop mahnı da adi. Yenə başlandı. Studiya klipidir. Klip də studiya klipidir. Bu il daha çox milli finallar seçimləri olub. Kiprda bir klip eləyib, studiya yox. Ümumiyyətlə klip eləyib. Görək hələ ki, yəni adi mahnı kimi gəlir. Avroviziya vibe'ını ala bilmirəm mahnıdan. Bir dənə keçidi demək. Yenə keçdilər nəqarətə. Mahnının o kulminasiya nöqtəsi nə vaxt olacaq? Ona yaxınlaşırıq. Görək. Həmin hissədə heç olmasa nəsə eləsin. Esila. Aha. Yenə rəqs. Eyni tempdə gedir, eyni. Ardıcıllıq pozulmur. Başladı, nəqarət, eyni hissə, yenə
Nəqarət eyni hissə, yəni normal mahnıdır, pop mahnıdır normal. Burada bir də nəsə etmək istədim. Aha. Əsas hissə. Aha, burada bax nəsə gözləmək olar. Heç olmasa o yuxarı gözləyək. Arxadan qoşuldular. Güzel. Bu kadar. Keep dancing on the ice. Səhnədə bu mahnı, yəni inkişaf etdirmək çətindir. Yəni bu normal bir pop mahnıdır. Və çox güman ki, Belçika bu ildə, indi mahnı tarzın fikirlərimi əsaslandıracağam, daha doğrusu sonlandıracağam, toparlayıb deyəcəm, amma bu mahnı, yəni yenə də Belçika, ola bilsin bəlkə paradoks yaşandı. Məsələn, ötən illər yaxşı mahnı göndərdi, çıxa bilmədi, indi göndərdi, məsəl üçün, elə ola bilər ki, çıxsın finala. Qaz xeyli çoxdur, onsa bu azalmalıdır səhnədə, istər-istəməz. Maksimum 6 nəfərə şans vermək olar. Ümumilikdə ifaçılar bir yerdə. Bitdi. Qəribə də bitişi var idi, yəni. Bəli, onu demək olar ki, Belçika yenə finala çıxmağı o qədər də garanti deyil, çətin olacaq onlar üçün. Studiya klipidir. Yəni, heç nə demək olmaz. Yəni ki, səhnə performansla bağlı maraqla gözləyirik. Yəni, kliplərində maraqlı bir şey budur ki, performansı hələ var. Performans üçün də ayrı bir vaxt olacaq. Görək nə göstərir bizə. Amma yenə deyim, mən o qədər də bəyənmədim. Yəni, Belçika adına. Belçikadan daha yaxşı bir şey gözləyirdi. Amma sanki bu ili yola verdilər. Yola verdilər bu ili. Bəli, çox sağ olun izlədiyiniz üçün. Əgər bu videonun sonuna qədər izlədinizsə, kanala abunə olub, bəyənməyi unutmayın. Bildirişləri açın ki, növbəti analiz videolarında da qarşınızda olaq. Dəstəklərinizi görürük, şərhlərinizi bildirməyi unutmayın. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşənədir. Hələlik.